Salam dostlar, bloka uyğun bir suala baxırıq. Cədvələ əsasən bizdən yanlış fikirlər istəyir. Xəbəri sərbəst söz birləşməsində ifadə olunmuşdur. Baxaq. Xəbərimiz redaktorun xoşuna gəldi. Nə xoşuna gəldi? İkramın məqaləsinin sərlövhəsi. Redaktorun xoşuna gəldi bu sabit söz birləşməsidir. Çünki frazeoloji birləşmədir və frazeoloji birləşmələr sabit söz birləşmələri hesab olunur. Qabağına doğru yazıb yanlış yazmalı idi. Biri götürürük. Çünki bizdən də yanlış fikirlər istəyir. 2. Müəyyən şəxsi cümlədir deyir. Qabağına doğru yazıb, bəli, doğrudur. Çünki mübtədamız var. Mübtədamız varsa, deməli bu cümlə müəyyən şəxslidir. 2-yə dəymirik. Mübtədası 3-cü növ təyini söz birləşməsindən ifadə olunmuşdur. Düzdür. İkramın məqaləsinin sərlövhəsi 3-cü növ təyini söz birləşməsidir. Qabağına yanlış yazıb, amma doğru yazmalı idi. Yanlış yazdığı üçün götürürük 3-ü də. Fe'li xəbərlidir. Qabağına doğru yazıb, baxaq. Frazeoloji birləşmələr fe'li xəbər hesab olunur. 4-ə dəymirik, düzgün fikirdir. Cümlədə yalnız uzlaşma və idarə əlaqəsi var. Bəli. Bu əslində doğru fikirdir. Qabağına amma yanlış yazıb. Yanlış yazıb deyə 5-i götürürük. Geniş cümlədir. Qabağına yanlış yazıb. Geniş cümlə deyil. Niyə deyil? Çünki bu cümlədə ikinci dərəcəli cümlə üzvləri yoxdur. Onlar yoxdur deyə cümləmiz geniş cümlə deyil. Qabağına yanlış yazıb deyə bu da doğru fikir kimi götürülür. 6-ya da dəymirik. Cavabımız olur 1, 3 və 5. Cavab D variantı.